Əslində fitrə zəkatı həm cəmiyyətdə sosial bir bərabərləşmə, sosial rifahın yaxşılaşması üçün edilən bir ibadət növüdür təbii ki. Çox önəmli bir xüsusa həm dəyərli müəllimlərimiz, dəyərli insanlarımız xüsusi yerlərə, xüsusi nöqtələrə toxundular. Həm fitrə zəkatını verərkən qarşı tərəfin könlünə dəyməmək və yaxud da ki, şəriətimizin belə deyək, qoyduğu ölçü 10-15 manatdır. Biz düşünməyək 10-15, bu minimum həddidir. Biz gücümüz çatdığı qədər necə ailəmizdə o gözəlliyi yaşaya bilirsə, qarşı tərəfə də o bayramı yaşaya bilmək üçün o fürsətlərdən belə deyək, istifadə etməli və düşünməliyik ki, bunun mükafatını Rəbbimiz verəcək. Çox öncə incə bir məsələni qeyd elədiniz ki, bununla bağlı nümunəmiz var. Xanım Fatimə, Allahın salamı olsun, anamız o sədəqəni verərkən onu gözəl qoxularla, gözəl ətirlərlə verərdi. Sonra sual etdiyi zaman buyurdu ki, mən düşünürəm ki, bu fitrə, bu verdiyim sədəqə o ehtiyacıya çatmamış Allahın qüdrət əlinə keçəcək. Ona görə də biz etdiyimiz əməli elə gözəl şəkildə verməliyik ki, o qarşı tərəfdə onun qəlbinə və ruhuna toxunmasın və xüsusən də bu bayram günlərində o könülləri almaq elə ən böyük hədiyyədir. Təşəkkür edirəm.